Ata adi qaynasam bundan dadlı olur. Bura Yusif Səfərov küçəsinin başlanğıcında yerləşən Beijing Dumpling House-dur. Buranın menüsü çox kiçikdir. Gyozalardan əlavə bir neçə növ kabab, belə quzu antrikotu, bir növ də şorbası var idi. Bundan əlavə lunch menü götürmək olurdu. Qiymətini indi unutmuşam. Səhv eləmirəmsə 10 manat idi. Şorbası özlərinin də dediyi kimi pomidor yumurta şorbası. Həyatımda yediyim bəlkə də ən mənasız şorbaydı. Elə bil ki, pomidor yumurtanın üstünə prosta su tökmüsünüz, biraz da küncüt yağı vurmusunuz. Bu Çin mantısı mı deyim, gyoza mı deyim, belə pis deyildi. Götürə bilməsəm də, altı belə qızarır, xırt-xırt olur. Dadı dediyim kimi pis deyil, amma yenə də mən bu özbək mantısını daha çox bəyənirəm. Və buxara verilmiş quzu antrikotu, üzərində belə soğan parçaları. Valla kababı düşünəndə istəyirəm ki, antrikotdan üzr istəyim. Belə dumplinginə görə bəlkə yenə gedərəm, amma digər şeylər üçün qətiyyən yox.